إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, Rəbbimiz, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik Mədinə ilə bağlı dərsimizə. Mədinənin fəzilətinə toxunduq və Mədinədə olan Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinin, həmçində Quba məscidinin fəzilətinə toxunduq keçən dərs. Bugün Mədinə ilə bağlı bir mövzuya toxunacaq, hansı ki, Mədinədə sakin olan və ya Mədinədə məskunlaşan insanların hansı ədəbdə olması ilə bağlıdır. Və Mədinəyə ziyarətə gələn insan da müəyyən müddət orada sakin olduğu üçün bu mövzunun mühümliyi önəmlidir onun üçün. Ona görə ədəblər hansı ki, Mədinə sakinləri olmalıdır. Ona başlamamışdan əvvəl ən birinci bilməliyik ki, kimi Allah Taala müvəffəq edibsə, bu mübarək şəhərin sakinidirsə, bu gözəl şəhərin, yaxşı şəhərin sakinidirsə, dərk etməlidir, hiss etməlidir ki, böyük bir nemətə çatıb. Böyük bir uğur əldə edib. Əzəmətli bir lütfdür onun üçün Allah Taala'dan. Ona görə Allah'a şükür etməlidir bu nemətə görə. Həmd etməlidir bu fəzilətə görə. Çünki dərk etsə ki, əksər insanlar arzulayır onda olan bu neyməti və çalışırlar ki, çatsınlar o şəhərə, hansı yolla olursa olsun, oranın sakini olmaq üçün, orada yaşamaq üçün, istər Mədinə, istər Məkkə fərq etmir. Görək ki, onlar necə şiddətli şəkildə istəyirlər ora çatmağa, lakin Allah Taala müvəffəq etməyənlər gəlib çıxa bilmir ora. Və istəyirlər az bir müddət də olsa belə ora gələ bilsinlər. Ona görə fikir versən, əksəriyyəti bütün ömrü boyu vəsait yığır ki və arzulayır ki, nə vaxtsa gəlib bu yerlərə gəlib çata biləcək. Bəziləri quru yolu ilə, bəziləri hətta dənizlə, gəmilərdə, aylarla yol gəlib bura çatmağa çalışıblar. Və kim çatıbsa, dedi ki, böyük bir neymətə çatıb, böyük bir lütfə çatıb. Ona görə ilk olaraq şükür etsin Rəbbinə. Onu bu neymətə çatdırdığına görə, bu lütfü ona verdiyinə görə. Və sonra da bilməlidir ki, Mədinədə sakin olan bəzi ədəblər var, onlara riayət eləməlidir. Ən birincisi, müsəlman bu şəhəri sevməlidir. Onun fəzilətinə görə və Peyğəmbərinin Muhammed sallallahu aleyhi və səlləmin o şəhəri sevdiyinə görə. Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səfərdən gələndə Mədinənin hasarlarını görəndə minini sürətləndirərdi. Başqa bir rəvayətdə də deyir ki, əgər dəvəsində idisə, onu hərəkətə gətirərdi o şəhərin sevgisindən. Yəni, istəyirdi ki, tez çatsın ora. İstəyirdi ki, ora tez çatsın. Həmçinin
ədəblərdən müsəlman həris olmalıdır. Bu şəhərdə olanda doğru yolda olsun. Allahın əmri üzərində olsun. Allahın itayəti üzərində olsun. Peyğəmbərinin itayəti üzərində olsun. Və çəkinsin müxalif olmağa Allahın əmrinə, Peyğəmbərinin sünnəsinə, çəkinsin asilikləri etməkdən, çəkinsin bidətdən. Çünki bu şəhər, dedik ki, şəni əzəmətlidir. Və savablar da necə öyrəndiniz? Bu şəhərdə əzəmətlidir, xüsusən də o şəhərdə olan məscidlərdə. Yəni, istər Məkkə, istər Mədinə, o şəhərdə savablar əzəmətlidir. Və bidət və asiliklər özü-özlüyündə təhlükədir. Özü-özlüyündə sahibi üçün həlakdır. Bəs edir ki, günahdır. Və Allaha və elçisinə Allahın haramında asi olmaq əzəmətlidir, şiddətlidir. Nəinki haram olmayan ərazidə. Haram ərazisində daha şiddətlidir, nəinki qeyrisində. Və günahlar baxmayaraq say baxımından artmasa da, lakin edənin əməlinin, yəni günah edənin əməli günah etdiyi üçün, haramın ərazisində olduğu üçün əzəmətli olur, şişir əməli. Bir günah yazılsa da. Və həris olmalıdır, həmçinin bu şəhərdə sakin olan, ora gələn, axirət ticarətindən pay götürsün bu şəhərdə. Və dedik ki, bəs edir ki, bu şəhərdə istər Məkkədə, istər Mədinədə və xüsusən də Peyğəmbər sallallahu aleyhi və səlləm məscidində namazlar qat-qat artırılır sahibi üçün. Və bəzi əməllərin savabları qat-qat artırılır sahibi üçün. Ona görə bacardığı qədər məsciddə namaz qılmalıdır. Xüsusən də nafilə ibadətlər. Orada olan əcrin, savabın miqdarına görə ondan pay götürsün deyə. Və keçən dərsdə dedik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində namaz başqa namazdan fərqlənir 1000 namaz olaraq. Fəzilət olaraq 1000 dəfə daha artıqdır. Yalnız istisnadır Məkkədən, haramın ərazisində olan namazdan və ya haram məscidində olan namazdan. Və həmçinin ədəblərdən müsəlman bu mübarək diyarda olanda örnək olmalıdır başqalarına, nümunə olmalıdır. Əgər yaşayırsa, sakindirsə o diyarın, nümunə olmalıdır. Çünki yaşadığı yer İslam nurunun yayıldığı şəhərdir. Yaşadığı yer İslam dəvətçilərinin insanları zülmətlərdən nura çıxarmaq üçün çıxdıqları bir diyardır. Ona görə də sakindirsə o şəhərdə nümunə olmalıdır. Xüsusən də ora gələn zəvvarlar üçün. Nə təriflənən əxlaq varsa, o sifətlərlə vəsflənməlidir, əxlaqlanmalıdır ki, onu görən zəvvarlar nəsə örnək götürsünlər ondan. Və ölkələrinə qayıtdıqlarında faydalanmış, xeyirdən pay götürmüş bir şəkildə qayıtsınlar. Və ən əzəmətli əxlaq Allahın itayətidir. Ona görə ən gözəl nümunə itayətdir. İtayətli olmalıdır Allahın itayətində, elçisinin itayətində ki, onları görənlər onlardan nəsə ibrət götürsünlər, öyrənsinlər, necə düzgün ibadət edilir, necə düzgün itayət edilir. Yoxsa ki, əksi olacaqsa, onda ora gələn, onların əxlaqından faydalanmayacaq, əksinə zərər görəcək. Həmçinin oranın sakini xatırlamalıdır. Bilməlidir ki, bu yer vəhyin nazil olduğu yerdir.
və dedi ki, iman ora qayıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm orada yaşayıb, səhabələri, mühacir və ansarları orada qardaş edib. Və bu yerdə olduqda haqq üzərində olmalıdır. Doğru yolda olmalıdır. Və çəkinməlidir müxalif olmağa, Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi əməllərin və səhabələrinin etdiyi əməllərin əksini etməkdən. Çünki əks, müxalif əməllər hamısı səbəbdir Allah Taala'nın qəzəbini qazanmağa. Səbəbdir zərər kimi ona qayıtsın, həm dünyası üçün, həm axirəti üçün. Həmçinin oranın sakinlərinin ədəblərindən, əgər müvəffəq olubsa orada yaşamağa, çəkinməlidir bidətdən, çəkinməlidir bidət etməkdən və ya bidət edənə sığınacaq verməkdən. Çünki keçən dərsdə dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu məsələyə şiddətlə yanaşıb və deyib ki, Mədinə haramdır, yəni qadağan ərazidir. Kim orada bidət edərsə və ya bidət edənə sığınacaq verərsə, ona Allahın, mələklərin və insanların hamısının lənəti olsun. Allah Taala ondan nə kiçik, nə böyük heç bir şey qəbul etməz. Və hədis də səhihdir, İmam Muslim rəvayət edib Əbu Hureyradan, eləcə də Əli ibn Əbi Talibdən. Və həmçinin dedi ki, oranın sakinləri üçün ədəblərdən və keçən dərsdə toxunduq ki, orada yaşayan insan haram ərazisində bəzi qadağalar var, onlara riayət eləməlidir. O qadağalardan o ərazidə olan ağac və ya kollar qırılmamalıdır. Ağac və ya kol kəsməməlidir. Ovlanmamalıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İbrahim necə Məkkəni haram edib, o Mədinəni haram edib. Bu iki daşlıq ərazi haram ərazidir. Orada oranın yaşıllığı kəsilməz, ovu ovlanmaz. Və Cəbir radiyallahu anhu da həmçinin, Cəbir ibn Əbdillah radiyallahu anhu nəql edib İmam Muslimin rəvayət etdiyi hədisdə ki, eləcə də Səid ibn Əbi Vaqqas, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, o haram edib. Və dedi ki, Peyğəmbərin haram etməsi və ya deməsi ki, mən haram etdim, bu qadağanın izharı üçündür. Yoxsa ki, haramlığı və ya haram edən, qadağan edən Allah Taaladır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib bu ərazidə ovun qətl edilməsinə və ya ovlanmasına, ağacın kəsilməsinə. Və gəlib həmçinin Asib ibn Süleyman Əl-Əhvaldən deyir ki, Ənəs radiyallahu anhuya dedim ki, Əhərrəmə Rasulullahi sallallahu aleyhi və səlləm Əl-Mədinə. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəni haram edib, yəni qadağan ərazi edib. Qalə nəam, dedi ki, bəli, mə beynə kədə ilə kədə, la yuqtəu şəcəruə. Buradan oraya qədər, yəni ərazini göstərir. Dedi ki, bu ərazi, yəni qadağan edib Peyğəmbər sallallahu aleyhi və səlləm orada ağac kəsməyi. Mən əhdəsə fiyyə hədəsən, kim orada bir bidət edərsə, və aleyhi lənətullahi vəl mələikəti və nəsi əcməyin. Ona Allahın və mələklərin və insanların lənəti olar və ya lənəti olsun. Və gəlib həmçinin Əbu Hureyra radiyallahu anhunun hədisindən ki, deyirdi ki, əgər görsəm ki, cüyür və ya ceyran Mədinədə otluyur, ona toxunmaram, yəni onu ovlamaram. Sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mə beynə ləbəteyi haram. Bu iki daşlıq ərazi, yəni haramdır. Və qadağan olunan, yəni kəsilməsi qadağan olunan ağac və ya yaşıllıq, o ağac və yaşıllığa aiddir ki, Allah Taala bitirib onu. Yəni, insan əkməyib. Amma insan əkibsə və ehtiyac varsa kəsilməsinə, alimlər deyirlər ki, icazəlidir. Qadağaya girmir. Həmçinin ədəblərdən oranın sakinləri üçün orada
olan çətinliyə səbr etməlidirlər. Əgər yaşayırlarsa o ərazidə, oranın çətinliyinə səbr etməlidirlər. Yaşamın çətinliyinə, orada ola biləcək bəla və imtihanlara, oranın havasının ağırlığına, aclığına, susuzluğuna. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm rəğbətləndirib orada yaşayanı səbr etməyə, Mədinədə olan çətinliyə səbr etməyə. Ona görə deyib ki, ümmətimdən kim Mədinənin çətinliyinə səbr edərsə, qiyamət günü onun üçün şəfayətçi olaram, ona şahid olaram. Və gəlib Səhih Müslimdə Əbu Səid Mevlə Əl-Mehri rahiməhullahdan deyir ki, Əbu Səid radiyallahu anhunun yanına bir nəfər gəlir və şikayət edir ona. Mədinənin havasının ağırlığından, eləcə də Mədinədə yaşamağın çətinliyindən, ruzidən, qiymətlərin bahalığından ki, ona səbr edə bilmir. Yəni, çıxmaq istəyir. İstəyir Mədinənin kənarlarına bir yerə köçsün. Başqa bir yerə köç etsin. Aleyhisselam. Deyir ki, ona, vay hək, vay olsun sənə. Lə əmurka bidəlik. Mən sənə bunu əmr eləmirəm. Yəni, sənə tövsiyə eləmirəm. Çünki eşitmişəm Peyğəmbər sallallahu aleyhi və səlləmlə deyir ki, kim bu yerin, yəni Mədinənin çətinliyinə, yəni sıxıntısına, aclığına, quraqlığına səbr edərsə və ölərsə orada, qiyamət günü onun üçün şəfayətli olaram, əgər müsəlmandırsa. Həmçinin ədəblərdən Mədinənin sakinlərinin, eləcə də Mədinəyə gələnlərin, Mədinədə yaşayan müsəlmanlara əziyyət etməkdən çəkinməlidir. Əziyyət etməməlidir onlara. Çünki Mədinə əhlinə əziyyət etməyin aqibəti qorxuludur. Umumən, heç bir müsəlmana əziyyət etmək olmaz. Dünyanın hansı yerində olursa olsun. Lakin o yerlər ki, mübarəkdir, müqəddəsdir, orada müsəlmanlara əziyyət etmək deyiblər ki, alimlər daha şiddətlidir, xüsusən də Mədinədə. Çünki İmam Buxari öz səhiyində nəql edib bizə Səid ibn Əbi Vaqqasdan radiyallahu anhudan deyir ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, lə yəkidu əhlül mədinətə əhədun illə inməə kəmə yənmə'ul milhu filmə. Kim Mədinə əhlinə hilə qurarsa, yəni tələ qurarsa və ya onlara əziyyət edərsə, duz suda əridiyi kimi əriyər. Duz suda əridiyi kimi əriyər. Və gəlib İmam Müslimin səhiyində Əbu Hureyradan radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən əradə əhlə hədihil bəldə bisuin. Kim bu şəhərin əhlini, yəni Mədinənin əhlini və onlara qarşı bir pislik istəyərsə, yəni Mədinə əhlinə qarşı bir pislik qəsd edərsə, əzəbəhullah kəmə yəzubul milhu filmə. Allah Teala onu əridər, necə duz suda əriyir elə. Həmçinin Mədinə sakininin ədəblərindən orada sakin olduğu üçün və ya orada müvəqqəti qaldığı üçün fəxr etməməlidir, öyünməməlidir. Təkəbbürlənməməlidir ki, mən oranın sakiniyəm, mən xeyir içərisindəyəm. Mücərrəd o şəhərin sakini olmaq və ya o şəhərdə olmaq, əgər salih əməlin yoxdursa, heç bir fayda vermir. Əgər Allahın itayətində deyilsənsə, Allahın elçisinin itayətində deyilsənsə, heç bir fayda vermir. Əgər günahlardan, asiliklərdən uzaq deyilsənsə, əksinə zərərdir sənin üçün, zərərdir sahibi üçün. Ona görə İmam Məlik öz Muvattasında
Nəql edib Salman el-Fərzidən radiyallahu anhudan deyir ki, radiyallahu anhu, innəl arda la tuqaddisu əhədən. Yer, həqiqətən bir yer heç kəsi müqəddəs etmir. Və innəmə yuqaddisul insana amalu. Həqiqətən insanı müqəddəs edən əməlidir. Sənədində inqita, yəni qırıqlıq olsa da, yəni ravilər arasında əlaqə kəsilmiş olsa da, lakin məna baxımından səhihdir sözü. Mənası doğrudur. İnsanı əməli uzaldır. Onun hansısa şəhərdə yaşamağı yox. Ona görə də fikir versək, Allah Teala insanların bir-birindən üstünlüyünü nəyə bağlayıb? Allah qorxusuna, təqvaya. İnnə əkramakum indallahi ətqakum. Həqiqətən sizin Allah yanında ən hörmətliniz, Allahdan ən çox qorxanınızdır. Ona görə məlumdur ki, Mədinədə müxtəlif zamanlarda müxtəlif insanlar yaşayıb. Onların içərisində xeyirlilər də var, həmçinin şərli insanlar da olub. Əgər əməlləri onlara fayda verməyibsə, onların Mədinədə yaşamağı onlara heç bir fayda verməyib. Əgər şər əməl üzərində olublarsa, Mədinədə yaşamaqları onlar üçün heç bir kömək deyil. Onların şənini yüksətməyib. Əksinə etdikləri əməllər onları alçaldıb. Necə ki, nəsəb kimi. Yəni, insan əgər nəsəbi şərəflidirsə və salih əməli yoxdursa, bu o demək deyil ki, o insan üstündür başqalarından. Xeyr. Nəsəbi olsa da, əməli olmasa, onun heç bir izzəti, heç bir şərəfi yoxdur Allah qatında. Ona görə fikir ver, Peyğəmbər sallallahu aleyhi və səlləmin yaxınları hansı ki, ədavət apardılar ona qarşı, İslama qarşı, qövmün ən şərəfliləri idi. Tanınmış, seçilmiş ağaları idi. Lakin bu, onları izzətli eləmədi. Əksinə, həlak elədi. Peyğəmbərə yaxın olmaqları onları cənnətə salmadı. Əksinə, ən yaxını cəhənnəmdədir. Baxmayaraq, müdafiə edirdi onu. Sadəcə Peyğəmbərin sallallahu aleyhi və səlləmin ona olan köməyi nə oldu? Şəfayətçi oldu ki, cəhənnəmdə əzabı ən yüngül olsun. Ən yüngül əzab ona olsun. Topuqları oddadır, ondan beyni qaynayacaq. Amma ki, o insanlar ki, nə şərəfi var idi, nə nəsəbi var idi, nə izzəti, nə gücü var idi, iman qəlblərinə girdikdən sonra Allah Teala onları uzatdı. Salih əməl sahibləri olduğuna görə o qullar ki, hansı ki, iman eləmişdi, Bilal kimi və digərləri kimi, nə malları, nə dövlətləri var idi, nə müdafiə edənləri var idi, Allah Teala onları uzatdı. Ona görə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmlə sabit səhih hədis hansı ki, İmam Muslim rəvayət edib öz səhihində deyir ki, sallallahu aleyhi və səlləm, mən batta bihi əməluhu ləm yusriyə bihi nəsəbuhu. Kimi əməli yavaşladarsa, onu nəsəbi sürətləndirməz. Kimi əməli yavaşladarsa, onu nəsəbi sürətləndirməz. Nədir mənası? Mənası odur ki, kimi əməli yavaşladarsa, gecikdirərsə cənnətə daxil olmaqdan, nəsəbi onu tələsdirib cənnətə salmaz. Nəsəbi onu cənnətə salmaz. Həmçinin ədəblərdən hansı ki, Mədinədə yaşayan müsəlman dərk etməlidir, o ədəblərdə olmalıdır. Bilməlidir ki, bu Mədinə şəhəri, İslamın nuru buradan yayılıb başqa ölkələrə. İslamın elmi bu diyardan yayılıb başqa yerlərə. Və əgər oradadırsa, həris olmalıdır, o elmdən o da pay götürsün. O şəri elmdən az da olsa səbr edərək pay götürsün ki, Peyğəmbərin etdiyini edə bilsin. Peyğəmbərin dəvət etdiyinə dəvət edə bilsin və dəvətində bəsirətli olsun, elmli olsun. Xüsusən də əgər elm tələbəsidirsə və xüsusən də əgər o elmi Peyğəmbərin sallallahu aleyhi və səlləmin məscidində ala bilirsə.
Çünki onun üçün xüsusi fəzilət var. Əbu Hureyra radiyallahu anhu deyir ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləmdən dedi ki, mən daxalə məscidinə həzə. Kim bizim bu məscidimizə daxil olarsa, yətəəlləmu xeyran əv yuəllimuhu. Ne üçün daxil olur? Xeyr öyrənmək üçün və ya öyrətmək üçün. Kim bu məscidimizə daxil olarsa xeyr öyrənmək üçün və ya onu öyrətmək üçün, yəni elm almaq üçün və ya onu öyrətmək üçün kənə kəl-mücahidi fi səbilillah. O Allah yolunda döyüşən kimidir. Yəni Allah yolunda vuruşanın misalındadır. Sonra deyir ki, وَمَنْ دَخَلَ لِغَيْرِ ذَلِكِ. Kim ki başqa şeyə görə daxil olursa məscidə, kənə kən-nazir ilə mə leysə ləhu. Onun misalı, onun olmayan bir şeyə baxanın misalı kimidir. Yəni, sanki daxil olub, ona aid olmayan bir şeyə baxanın misalı kimidir. Bu, Mədinə sakinlərinin ədəbi ilə bağlı bəzi məsələlər idi, hansı ki, toxunduq ona və bu ədəblərlə yanaşı ziyarət ədəbləri də var Mədinənin. Və o ziyarət ədəbləri hansı ki, ora gələn riayət eləməlidir. Çünki ora gəldikdə oranın sakini olduğu üçün o ədəblərə riayət etdiyi kimi, ziyarət etdiyi yerin də ədəblərinə riayət eləməlidir. Və haranı ziyarət eləməlidir Mədinəyə gəldikdə, onu inşallah sabahki dərsimizə saxlayırıq. Allah da Allah bizə eşidib faydalardan etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəyiril musliminə min kulli zəm fəstəğfiru innəhu vəl-ğafurur rahim.